Haqada neçə gün sonra güneş çıxıbdı. Bu güneşten faydalanmaq lazımdır. Ne edək? Gedək biraz uşaqlar üçün əyləncəli yer var, oranı görməyə. Gedək Yunus. Gedək. Qalafda gedək maraqlı yerimizə çatmağa. Necədir uşaqlar? Yaxşıdır, park xoşunuza gəlir. Aha, göstər görüm nə edə bilsən. Turnikdə nə edə bilsən, göstər görüm. Aha. Oo. Əlasan. Aa, pres eləyir, nə gözəl, nə gözəl. Əla. Arada çıxmaya çalışırıq. Yunus bəy. Arxada da qatarlar gedir. Uşaqlar üçün əyləncədir. Güneş olsaydı onu da geçecek. O da maraqlı oyundur. Uşaqlıq oyunumuzdan. Kağız üzərində çəkirik bunları. Onun kimi. Ben ikisem sen de olmasın. Ben de olmasın. Görək axırda kim udacaq. Ay Yunus düşdün tələyə, bəli. Yağan iki tərəfli qutarır. Bir tərəfdən bağlasan da birisi tərəfdən. Ne oldu ki? Sen de. Direkt qutardı qaqan. Hə, getdik. Bu hissələri yəqin ki yaz qabağı belləyirlər bu hissəni, bəli. Sonra isə müxtəlif tərəvəzlərdən əkirlər. Şurada bir şey vermişler böyle. Suya bir ne getirdim? Su istəyir, suya tullamaq istəyir. Bu da bizim cüllüt. Gəl Yunus, gəl bir dəqiqə düşəsən suya. Niderlandın simvolu. Bunun içi isə xırda qabaq yerərdir. Bu da dövlət tərəfindən insanlara icarəyə verilir bir növ. Bu icarə nəticəsində də insanlar onu bir neçə illik icarəyə götürüb orada əkin əkirlər. Və bir növ kənd təsərrüfatı həvəslərini öldürürlər. Gənclər də ufat bayaqlarla. Normalda bu dəyirmanın ön tərəfində olurduq, bu isə arxa tərəf. Külə istiqamətinə uyğun fırlanır. İstiqamətini dəyişə bilirsən. Nə iş görürsünüz? İşte boğazı yumuşak. Ümid edirəm geçən gün keçdiniz. Çox yaxşı hava. Qat. Bugünlük bu qədər gəzintimiz bununla da başı çatdı. Növbəti videolarda görüşənədir. Sağlıqla qalın.